Milli musiqimizin zəngin xəzinəsinə dəyərli töhfələr verən xalq artisti Cahangir Cahangirovun yaradıcılığı Beynəlxalq Muğam Mərkəzində keçirilən konsert proqramında yenidən işıqlandırıldı. Onun anadan olmasının 105 illiyinə həsr olunan tədbir bəstəkarın sənətinə dəyər verənlərin görüş məkanına çevrildi. Konsert proqramı Cahangir Cahangirov adına xor kollektivinin ifasında Nəbi Xəzrinin sözlərinə bəstələnmiş Azərbaycan odası ilə başladı. Üzeyir bəy bu xoru yaratdıqdan sonra ilk dəfə Cahangir Cahangirova həvalə edib, ona inanıb. O da Üzeyir bəy məktəbinin əsl davamçısıdır. Yəni, məhz Üzeyir bəy məktəbinin davamçısıdır. Xor sənətinə verdiyi töhfələr əvəzsizdir. Yəni, Üzeyir bəydən sonra xor sənətinə bu qədər töhfə verən bəstəkar olmayıb və xor sənətinin inkişafında onun rolu əvəzsizdir. Konsertdə əməkdar artist Gülüstan Əliyevanın təqdimatında bayram axşamı, Güllü Muradovanın ifasında Ana Yurdum və digər solo nömrələr səsləndirildi. Bu əsərlər həmişə gündəmdə olmalıdır. Çünki bu bizim mədəni irsimizdir, bu bizim fərdi musiqimizdir. Azərbaycan çalarları üzərində, Azərbaycan muğamlatları üzərində yaranan əsərlərdir ki, dünyanın hansı bir yerində oxusaq, biləcəklər ki, bu sırf Azərbaycan mədəniyyətinə aid olan bir musiqidir. Tədbirdə səslənən əsərlər bəstəkarın milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərini xatırlatmaqla yanaşı, onun yaradıcılığının bugün də dinləyicilərin qəlbində yaşadığını bir daha nümayiş etdirdi. Arzu Yusif, Çingiz Qəniyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.